Balaca uşaqlar, daha gənclər, otaqlarından bayıra çıxmırlar. Qohum gəlir evinə bayıra çıxmır ki, salam verərəm, çətinlikdir mənim üçün. Hamısı introvert olub gedibdir uşaqlar. Bu virtual həyat da adamları introvertləşdirir. İnsanlar ünsiyyət qura bilmirlər. Xoşuma gəlir, gəlmir, oğlum, qızım, çıxacaqsan, qohumuva, əmivə, dayıva, halava, xoş gəldin deyəcəksən, halını soruşacaqsan, çay gətirəcəksən, qulluğunda duracaqsan. Bu mərifətdir. Bu mənim nə ehtiyacım, mənim ondan işim keçmir, o mənə nə xeyri çatıbdır. Bu axmaq adamların işi. Bizim vəzifəmiz var və bizim ailə vəzifələrimiz təkcə atamız, anamız qarşısında və evladlarımız qarşısında olan vəzifə ilə bitmir. Qohumlar da oraya girir. Mütləq şəkildə girirlər. Onların səndən başqa heç kim yoxdur. Sən ona dəstəyini əsirgəyəməzsin.